Günlərdən 5 iyundur. Tarix xatırladır ki, bugün repressiya qurbanı olan böyük şairimiz Mikayıl Müşfiqin doğum günüdür. Bu araşdırmada Müşfiqin 30 illiyini atamam taleyinə işıq tutacaq. Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir 1902-ci ildə Xızıdan Bakıya köçüb. 1908-ci ildə isə oğlu Mikayıl Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Müşfiq hələ 6 aylıq ikən anası Züleyxanı, 6 yaşında isə atasını itirib. Anasının vəfatından sonra atası onu Xızıdakı qohum olan Səfiyyə xanıma verib. Uşaqlığı da keşməkeşli keçib həyatı. 6 aylığında anası dünyasını dəyişib. Aparıb Mirzə Əbdülqədir əmi, atası Xızıya, Səfiyyə bibinin yanına, yəni mən eşitdiklərimi danışıram, aparıb onun yanına, süt qardaşını olub, onun yanına aparıb, 3 yaşınaca Xızıda qalıb, Səfiyyə bibinin himayəsində qalıb. Artıq 6 yaşında da atası rəhmətə gedəndən sonra əmisinin himayəsində böyüyüb mənim babamın. Müşfiqə süd verən Səfiyyə xanım mənim doğmaca nənəmdir. Atam Gülhəsən də Müşfiq süd qardaşıdırlar. Həm də onların eyni zamanda qohumluq əlaqələri olub. Nənəm Səfiyyə xanımla Müşfiqin atası dayıoğlu bibi qızı olublar. Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Mikayıl Müşfiq həm yaradıcılığı, həm də faciəvi taleyi ilə yaddaşlarda silinməz iz buraxıb. Onun həyat yolu Sovet repressiyalarının qurbanı kimi bir çox sənətkarın yaşadığı acı taleyi əks etdirir. O vaxt NKVD-nin padvallığında həll olurdu o işlər. Onlardan heç kimi xəbər olmurdu axı. Mənim bildiyimə görə, məsəl üçün, Sovet vaxtı güllələnmə necə aparılırdı. Güllələnən adamın başını kəsirdilər, qoyurdular qoltuğunun altına, şəklini çəkib Moskvaya göndərdilər, arxı material kimi. Yəni, təsdiqini tapmaq üçün. İndi bilmirəm, o proses olub, o ərəfədə olmayıb. Yəni, günahsız nakam Müşfiqin qohumları da günahsızcasına, güllələnə, sürgünə göndərilən. Bircə atam qayıdıb gəlmişdi, bir də bacısı Balcı xanım. İkisi qayıdıb gəlmişdi. Bildiyiniz kimi, bacısı Böyük xanım eşidən kimi, xəbəri kimi Müşfiq güllələnib özünü yandırmışdı. Belə taleysizdir də, nakamdır. Bir evladı olur, evləndiyi vaxt. O da 8 ayında uşaq məhv olur. Özündən başqa elə bir əmr alıblar ki, bunun nəslini yox eləyin, bunun kökünü yox eləyin. 1930-cu illərin sonlarına doğru Sovet rejiminin sərt repressiya dalğası Müşfiqi də əhatə edir. Gənc şair 1937-ci ildə ad günündən bir gün əvvəl həbs edilir. Mən bilirdim ki, hələ məktəbdə oxuyanda deyirlər bizə ki, bəs repressiya olub, gülləliyiblər onu, öldürürlər. Ancaq işgəncələr veriblər ona, biz onları bilmirdik. İndi açılır ki, işgəncə ilə öldürüblər onu. Allah öyle yıxılsın onu. Ona əl qaldıran. Rəhmət Cavadla Mikayıl Müşfiq bir gündə onları tutublar. Troyka, prikaz güllələyirdilər. Heç onlara nə var idi ki? 37-ci ildə onların deməli əmri gəldi ki, onları güllələsinlər. Ancaq çox belə işgəncə vermişdilər ikisinə də. Artıq mən Sovet dövründə gördüm ki, həqiqətən mənim atam düz deyir ki, bunlar hələ də yəni ki, qəbul eləmirlər. Müşfiqin qohumudur, bu nəsə bir xainliyi ola bilər. Mənim bacım, qardaşım olub məndən qabaq. Atamı Bakıya buraxmayıblar. Siyəzəndə yaşayıb, neft buruqlarında işləyib. Amma anam burada tək 2 uşaqla qalıb. Yaş yarımlıq uşaq 3 gün can verib də, atama xəbər göndəriblər. Gecə yarı gəlib saat 3-də hələ uşağın əlini tutan kimi uşaq ölüb. Aparıb uşağı bastırmağa oğlanı.
Bacısının adını qoyub bacıma, Suğraya. Qardaşının adını Əsədi qoyub qardaşıma. Oğlanı bastırıb gəliblər, görüblər qız yoxdur, 3 yaşında. Axtarıblar, qapının dalında ölüb uşaq. Bir günün içində, onlar da repressiya qurbanıdır da. Atam yanında olsaydı ölməzdi ki. 1938-ci ilin 5 yanvar tarixində 1109 nömrəli məhbusun, yəni Mikayıl Müşfiqin 20 dəqiqəlik dırnaqarası məhkəməsi keçirilir. Məhkəmə isə onu edam cəzasına məhkum edir. Həmin qərardan bir gün sonra yanvar ayının 6-sında Mikayıl Müşfiq 4 nömrəli kamerada güllələnir. Moskvadan komissiya gəlməli imiş. Bağırov düşür həmin o kamerləri səhmana salmaq üçün tapşırıqlar verir. Müşfiqin kamerini açanda Müşfiq buna acılayır. Acılayı eşitdiyimə görə özü vurur onu. Birinci güllə özü vurur. Sonra kontrolünü yanındakı vurur. Nadejda İsmailova var idi, jurnalist. Mikayıl Müşfiq əmi haqqında o məhkəmənin 20 dəqiqə getməsi, Mikayıl Müşfiq əminin haqqında birinci ilk məlumatı efirdən vermə, yəni ətraflı. O xanımın vasitəsilə eşitdi. Onda fikir verdim ki, ata gözündən yaş gəlir. O kişinin gözündən yaş gəlməsi, nə bilim, mənə bir təbiətdə vulkan püskürməsi kimi bir şeydir ki, bu kişi ağlayar yəni. Onda bilmişik ki, əmsi ağlayırmış. Dostluq əlbəttə ki, ola bir kətdənlər, bir-birini sevənlər. İkisini də getdilər, ikisini də öldürdülər, getdilər. Cəfəri də öldürdülər, həmçin Cəfəri, onu da həmçinin. Bilirsən, o yaşda, indi qalıydı bir 35-40 yaşına yaşlasaydı, Müşfiq nələr yaratardı. Nə yaxşı yaşaymışıq, heç nə. Mikayıl Müşfiq Əhməd Cavadın tələbəsi olub, özü də sevimli tələbəsi. Elə olub ki, ailəli də dost idilər. Ona görə ki, Dilbər xanım qohum idi. Əhməd Cavadın Axundzadədir. O qohum idilər. Evə gedib gəlirdilər, nənəmlə çox yaxın idilər. Babam da çox ona hörmət eləyirdi Mikayıl Müşfiqə. Bir nəfər söhbət edirdi ki, arxivdə var ki, Müşfiq də kimin üçünsə qol çəkib də. Neçə illərin söhbəti deyək, o vaxt cavan vaxtdaydı, atam sağ idi, hələ o vaxt eşitdi. Necə olur, mümkün deyil axı. Deməli, necə olur? O adamın dediyi ya. Ki, bacısı, balaca xanımı getirirlər kamerdə yanına. Kamerdə yanında o, haradakı sorğu-sual verirlər, işgəncə verən otağa. Getirirlər, hələ ki, yaxasını cırırlar ki, pisliyə. Deyir, saxlayın, daha hər nakişiliyə əl atırsınız, bitiriyək deyə. Və nəyə deyirsən, qol çəkin. Güya belə bir məqamda qol çəkin. Bilirsən, indi yoxdur, hələ oğullar. Hansı şairimiz var, görsətini deyimsə. Saray şairliyi eləyir. Yox, bilən yoxdur axı. Çıxsın, düşün, sözün düzünü yox. Xalq şairi nə işləyirlər, bu xalqın şairi. Desəm, mən içimdən çıxmısan, necə deyərlər, mən tərəfini tutmalısan da. Məmurların tərəfini tutursansa, o da nəsil. Sən demiş oldu saray şairi. Papam 2-ci kursda oxuyurdu. Onu deməli institutdan qovdular ki, xalq düşməninin uşağı institutda oxuya bilməz. 6 aylıq həbs elədilər, bayıl çırmasında, deməli həbsxanasında o yatmışdı. Cəfər cavan öldü belə, Mikayıl ondan da cavan öldü. Dalıcanə Cəfərin ürəyi partladı öldü, həbsələ belə xoşuna getdi olar. Yazırdılar, yaratırdılar. Ruslar üçün dedi Alabaş. Ruslar öldürdülər, kim öldürdülər? Bizim ən ağıllı, ən, necə deyim, yüksək ruhlu insanlarımızı hamısını Ruslar öldürdür. Bizimkilərin əli ilə. Bağırovun stolunun üstünə Müşfiq əminin dasiyası gedəndə baxır, görür cavan oğlan, maraqlanır ki, kimlərdəndir? Deyirlər biz
tapşırıq verir ki, bir dənə maraqlar görür kimlərdəndir. Necə gəlib məruzə eləyirlər sonra ona ki, biz bunlar dağlılardır. Əmsi oğlanları da, 2 əmsi oğlu var, Əsəd, Vahab. Bakı bulağın başına and içir. Biz müşübə topunsa, şəhər qarışar bir-birinə. Deyir, onda birinci olağı götürür. Əsəd əmi ilə Vahab əmi. NKVD işçilərinə atışa gedirlərdi. Biz də yolun otarındakı məhəllədə atışıblar. İndi şahid var, yəni yaşayır, əmin yaşlı kişi var, qovumdur. Deyir, bizim damların üstü ilə Vahab Qədəşkili atışırdı NKVD işliklərlə. Müşfiqlə bərabər onun həyat yoldaşı Dilbər Axundzadəyə də olmazın işgəncələr verilir. Dilbər Axundzadənin qızı Leyla xanım anasının başına gələnləri belə xatırladır. Bəli, Müşfiq tutulandan sonra bir müddət sonra da Dilbər xanımı tuturlar, həbs edirlər. Ki özü Bakı Sovetinin deputatı idi, həm də Medinstitutun 2-ci kurs tələbəsi idi. Yəni çox aktiv idi. Aktiv idi, mübarizəyə hazır idi. Düzdür, həbsdə olanda orada tanış qadınlar da var idi, kimi tanıyırdı əvvəldən elə bir neçəsi. Həm də Balaca xanım da orada olanda Balaca xanımı da ora gətirmişlər. Anam onu orada görmüşdü. Dilbəri apardılar artıq tək olan kameraya. Ona görə ki, artıq qadınlarla bir yerdə saxlamaq olmurdu. Və onun qışqırıqlarını deyir, qonşu kameraları hamısı eşidirdi. O qədər qışqırığı güclüydü ki, və onun danışıqlarını orada yazıb ki, mən Müşfiqi çağırın, atam gəlsin, Müşfiq gəlsin. Mənə deyirlər ki, mən dəli olmuşam, mən heç vaxt Müşfiqdən ayrılmaram. Nə ölüm olsa da mən Müşfiqdən ayrılmaram. Və bu sözləri bu adam həbsxanada da deyir. Onu demək istəyirəm ki, o şeirlər ki, Dilbər xanıma yazılır, dedik şeylər. Onlar bilirsiniz ki, Müşfiqin şeirlərin hamısını yandırmışdılar, götürmüşlər, yox idi. O Dilbər naməsini bilirsiniz də, Müşfiq yazmışdı. Dedi ona əl vurmayın, bu Dilbərindir. Yenə onu da götürdülər. Amma neçə ildən sonra Dilbər xanım o cür ağır xəstəliyi keçirdiyinə baxmayaraq, sonra bərpa bütün o şeirləri Dilbər xanım əzbər bilir və o bizə onun xafizəsində bizə çatdırılır. Bilirsiniz niyə? Ona görə ki, o şeirlər hamısı hadisə ilə bağlı olan şeirlər idi. Məsəl üçün, sənə qurbanı götürür. Bunu göndərirlər Gəncəyə, praktikaya orada. Bu da Müşfiqlə görüşdə deyir ki, ay Müşfiq, mən Gəncəyə gedəcəm. Deyir, niyə? Deyir, belə, mən Dilbər xanımda pedaqoji texnikumda oxuyurdum. Deyir, birdən Müşfiq belə dayandı, fikrə getdi. Deyir, mən görəndə ona dedim, nə olur sənə, niyə belə oldu? İstəyirsən getməyin. Onda deyir, bu şeiri yazdı. Deyir, sən yanında qalacaqsın. Çox gözəl fikirdir, qal sənə qal. Bax, bu şeir oyunla bağlı. 6-cı ya 7-ci sinif dərsliklərində şeirlər vardı, yağış yağır, rəqs eləyir, gürdamdılar. Yəni, o şeirdən 2 almışam. Məktəb vaxtı. Mən biləydim, əmimdir, əzbərləyərdim də. Ana, bu kəlmənin. Şair 1956-cı ildə SSR Ali Hərbi Məhkəməsinin qərarı ilə bəraət alır. Mikayıl Müşfiq repressiya dövrünün qurbanı olsa da, poeziyası və sənətə verdiyi töhbələr Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində əbədi olaraq yaşayacaq.